Qırmızı başlıqlı qız və dost axtaran canavar. Bir var imiş, bir yox imiş. Texnologiyanın inkişaf etdiyi bir zamanda qırmızı başlıqlı bir qız yaşarmış. Hamı ona qırmızı başlıqlı qız deyilmiş. Çünki qırmızı papaqlı heç vaxt çıxarmırmış. Bir gün anası ona deyir: "Nənən özünü pis hiss edir. Ona vitamin dolu yeməklər apar. Amma meşədə diqqətli ol. Yad canlılarla ehtiyatlı danış. Fikrini başa düşməyə çalış. Amma ehtiyatı da əldən vermə." Qız yola düşür və meşədə gəzərkən bir canavara rast gəlir. Canavar kobud görünüşlü olsa da, danışığında incəlik var imiş. "Salam balaca qız, hara belə?" "Nənəmin yanına gedirəm, xəstədir." Canavar bir anlıq susur, sakitcə deyir: "Mən də tək yaşayıram bu meşədə. Kimsə mənimlə danışmır. Hər kəs məndən qorxur." Qız biraz tərəddüd edir, amma deyir: "Bəlkə sən nənəmi qorxutmasan, biz sənə dost ola bilərik." Canavar başını tərpədir. "Bəzən mən də nənə istəyirəm, ya da bir dost, amma qorxulu görünürəm deyə heç kim mənə inanmır." Qız düşünür. Sonra ağıllı bir fikir gəlir ağlına. "Gəl nənəmlə tanış ol. Amma əvvəlcə özünü yumşaq apar. Sakit danış. Mən nənəmi qorxutma. Olar?" Canavarın gözlərində bir işıq yanır. Sanki illərdir gözlədiyi bir şey baş verir. Üzündə zəif bir təbəssüm yaranır. Başını asta-asta tərpədir. "Çox sağ ol. Heç kim mənə belə bir şans verməmişdi." Qız isə sanki bir plan qururmuş kimi meşə cığırları boyunca irəliləyir. Yol boyu canavara insanların qorxularını, nənəsinin nəyi sevdiyini və səmimi davranmağı yollarını danışır. Canavar diqqətlə qulaq asır, heç nə demir. Amma gözləri minnətdarlıqla parıldayır. Nəhayət nənənin evinə çatırlar. Qız öncə qapını döyür, sonra nənəyə sakit səslə deyir: "Nənə, bu gün sənə tezcə yemək yox, bir də sürpriz gətirmişəm. Amma qorxma, əvvəlcə mən danışacağam." Nənə qapını açanda canavarı görüb geri çəkilir. Qız dərhal araya girir. "Nənə, bu canavar biraz fərqlidir. O da bizim kimi duyğulara malikdir. Sadəcə heç kim ona qulaq asmır. O sadəcə dost olmaq istəyir." Canavar asta bir səslə deyir: "Mən heç kimi qorxutmaq istəmirəm. Sadəcə bəzən çox tək oluram." Nənə bir an susur. Sonra canavarın gözlərindəki kədəri görür. Qızın isə necə inamla arxasında durduğunu hiss edir. Gülümsəyir. "Yaxşı ki, dostum, gəl içəri. Sənə də bir fincan bitki çayı var. Amma şəkərsiz içirsən, elə düzünü de." Qız və canavar gülürlər. O gündən sonra canavar təkcə meşənin deyil, kəndin də bir parçası olur. İnsanlar əvvəl qorxur, amma zamanla onun nəzakətli və diqqətli olduğunu gördükcə dəyişirlər. Qırmızı başlıqlı qız hər kəsə deyir: "Ehtiyatlı olmaq vacibdir, amma bəzən biraz inam və cəsarət ən gözlənilməz dostluqları doğura bilər."